Şəhid Quliyev Kamran Dadaşoğlu 1992-ci ildə may ayının 11-də Səlyan rayonunda anadan olmuşdur. Səlyan rayon 7 saylı tam orta məktəbində təhsil almışdır. Daxili qoşunların en saylı hərbi hissəsində başa vursa da, elə həmin ildən gizli rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. 28 illik ömür yolunda o da çoxları kimi torpaqlarımızı işğal edib, insanları ev eşiğindən didərgin saran düşməndən qisas almaq hissi ilə yaşayır. Sentyabrın 27-sində Vətən müharibəsi başlayanda o da müharibəyə yola düşür, düşmənə ağır itkilərə məruz qoyulmasında onun da böyük payı var. Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Ali Baş Komandan İlham Əliyevin sərəncamına əsasən şəhid Kamran Quliyev ölümündən sonra Vətən uğrunda və Füzulinin azad olunmasına görə medali ilə tərtib edilmişdir. Şəhidimiz ailəli idi, 2 oğul əmanəti var. Mən fəxr edirəm ki, atam qəhrəmandır. Ondan sonra həyatım məhm-alt üst oldu. Mənim ömrüm Kamranla başa çatdı, elə bildim. Çox çətin. İtkisi o qədər acı bir şeydi ki, gör nə qədər bizim şəhidlərimiz toysuz getdi, nişanlılar getdi, evin tək övladları getdi. Yəni, Səlyanımın 71 dənə şəhidi var. İnanın ki, hamısı kasıb ailədən çıxanlardır. Eləsinin bir balası var. Eləsinin ümidi ilə bir balasına gəlirdi, o şəhid oldu. Elə ana var idi, bircə dənə oğlu idi. Elə analar var idi ki, məni kimi əmanət qoyub getdi balaları. Çox çətindir. İnanın ki, əmanətə baxmaq o qədər ağırdır ki, bax, onun körpənin nazı ilə oynamaq, ona heç kimi istəmirsən, kimsə incitsin. Yəni, çox çətindir, çox çətindir. Biz hələ də onu alladırıq ki, atanı əskərlikdən buraxmırlar komandiri. Pulun göndərir ancaq. Biz hələ də onu elə alladırıq. Düzdür, şəhid kəlməsini bilir, amma o dərinliyə bilmir. Böyüyü bilir, amma kiçiyi bilmir. Yəni, Kamranın həyatı çox zarafatçıl, deyən, gülən, evimin şənliyi gedib elə bil. Evimin, nə bilim, səsi küy gedib. Evimdə elə sükut yaranıb ki, ay Kamran, sənsiz həyat mənə çox çətindir bala. Çox çətindir. Atası da övlad dərdinə dözə bilmədi. Yəni ki, evin ağır yükün çiyində tək daşımaq o qədər çətindir ki, o qədər çətindir. Həm ata olmaq, həm ana olmaq, həm atasıza nənə olmaq, o qədər çətindir, o qədər çətindir. Yəni, bizim təsəvvürümüz var, bu şəkillərdir, bu maketlərdir. Eyni baxışdır, inanın ki. Nə bilim, çox çətindir, Evrim müəllim. Allah sizdən də razı olsun. Bu çətin anınızda, yanımızda olduğuna görə təşəkkür edirəm sənə. Var olasan. Yəni, bugün Zəmanət balamızın da mövludu idi. Onun da məkanı cənnət olsun, ruhu şad olsun. Allah Seydə bacımgilə səbir dözüm versin. Yəni, bütün şəhid analarıma, atalarına, bacı qardaşlarına, ailələrinə səbir dözüm versin inşallah. Çox çətindir. Yenə də deyirəm, var olun. Yaxşı ki, Azərbaycanın ki, qeyrətli oğlanları var. Kamranın cibindən, elə bir Kamran şəhadətə uzalanda, bu həmən səngərdə yerə düşürdü. Bunu Kamranın əskəri götürmüşdü. Bu Kamranın cibindən çıxan silahları idi. Bunlar mənə xatirədir. Bu kağızda Kamranın adı familəsidir. Bu cibindən çıxıb buna adların familələrini yazıb qoyurmuşlar. Şəhid olanda bilsinlər kimdir. Bax, bu daha. Elə. Sonra bu Kamranın cibindən çıxan son 10 manatıdır. Elə Kamranın burada qalır. Kamran ən ağır silahı daşıyırdı. Pekaşnik idi Kamran. Kamranın cip telefonlarıdır. Bunlar
Elə də əllərinin izi də belə qalıb üstündə. Yəni tərpətmir onların heç. Yəni o qədər əzizdir ki, məni üçün. Başqasını demirəm, məni üçün. Məni üçün çox əzizdir bunlar. Sonra Kamranın özünün qol saatıdır. Aman qurban bala hamısına. Zajqalkalarıdır. Son dəfə cibində çıxan zajqalkalarıdır. Bu Kamransın güşəsidir də Kamranın. Yəni bunun palçığı belə üstündədir, heç palçığını silməmişdir. Ki bundan yadgardır da. Yəni bu sənədləri ya da hamısı cibindən çıxmışdı Kamranın. Bunlar üstündə uşağı götürmüşdü. Sonradan verdilər bizə. Biz 6 ay Kamranın bütün dokumentlərini axtarmışıq. Biz 6 ay Füzuliyə gedib gəlmişik. 6 aydan sonra biz tapa bildik bunları. Bu Kamrandan yadigar qalan əşyaları. Bilmirik. Necə elə. Bunları Raziyə xanım yazdığı kitablardır. Kamran haqqında yazılanlardır. Bu məktəbdən bəli, Arbatan məktəbindən Elxan, şəhidimiz Elxan Ağayev, ilk şəhidimiz, İtalyanın ilk şəhidi İlkin Ağayev adına Arbatan məktəbindən hədiyyədir Kamranın adı gününə. Bu da 7 nömrədən Kamranın oxuduğu məktəbdən yadigardır. Kamran üçün hədiyyə düzəldiblər. Belə də həyatımız yəni belə keçir bizim. Şəkillərlə təsəllimiz bax bulardır. O şəkillər bilmirik nə eləyək ürəyimiz tutmasın. Oğlum hədiyyə eləmişdi. O Kamranla olan bəxtəvər günümdür. Bu Kamransız günümdür. Bəxtəvər günümə həsrətlə baxıram. Yəni bunu da bir rəssamımız hədiyyə edib gətirmişdi. Yəni çoxu hədiyyədir. Bu Kamranın özünün əyninin geyimidir. Geyim. Bunu da Kərbaladan gətirmişdilər bizi için. Bu şəhidin, Allah verdi, şəhidimizin bibisinin yuxusuna girmişdi. Yuxusuna girib ki, bibi anam dilədiyin çox ağlamasınlar. Akşam 5 dənə şəhidə Fatimə Zəhra şərbət verəcək. Adları ilə deyirdi bunlar şəhidləri. Bunu Kərbalada düzəlmişdi. Bizə də hədiyyə olunmuşdu. Bunu, bu şəkili Roma Dağıstanlı, bu şəkli də var. O düzəldib gətirmişdi. Yəni bizim evdə olanların çoxu hədiyyədir. Yəni amma o şəkillərdir, bayraqdır, onları özümüz düzəltdirmişik. Belə. Onu Sarvan məktəbə düzəldib gətirmişdi. Kamranın oğlanlardır. Ümid, Tunar. Həyatımız şəkillərdən ibarət. Həyatımız. İnan bu şəkillərlə danışırıq, nəfəs alırıq, söhbətləşirik. Kamran uşaqlığı, körpəli. Bax bu. Bu böyük qardaşıdır, Orxandır, Kamrandır. Bu da bacılar Fatimədir. Bu da şəhidlərimizdir, məkanları cənnət olsun. Belə. Sağ olun, Allah razı olsun sizdən. Bütün şəhidlərimin məkanı cənnət, ruhların şad eləsin. Bugün mənim balamın cənnətdə dəyişməyən ad günüdür. Mövludun mübarək şəhidim. Balamın 34 yaşı tamam oldu. Kədərli olsa da fəxr edirəm oğlumla. Çünki bu alınan o deyirləri, tez-tez rast gəlir bu sorular. Qayıdan torpaqların qayıtmayan oğlanları. Torpaqlar uğrunda canlarından keçdilər bu günümüz üçün, bu həyatımız üçün. Mən Kamranım oktyabrın 6-sında şəhadətə uzaldı. Oktyabrın 5-i günü mən oğlumla son danışığım oldu. Saat 11-in yarısı olardı, səhər-səhər. Özü zəng elədi. Mən də uşağın yatızdırırdım, körpəsi Tunarımı. Onu da qeyd edim ki, böyük oğlum adı Ümiddir. Ümid maşallah böyük oğlandı. Tunarı heç 2 aylıq idi, körpə idi Tunar. Atası şəhadətə uzalanda.